Təsbihi götürün əlüzə, təsbihi. Sayın o adamlar ki, siz onları görmüşdünüz, amma indi yoxdular onlar. Köçüblər dünyadan, torpağın altındadılar. Qulaq söhbətidir, göz söhbətidir. Eşitmisən ki, məsələn, bir Şah İsmail'də olub, onu qoy qırağa. O adamlar ki, sən onları görmüşdün gözünə, uşaqlıqda, böyüklikdə, bir məktəbdə oxumuşdunuz, bir yerdə oynayırdınız, bir məhəllədə yaşayırdınız, bir yerdə gəzməkdə olmuşdunuz, bir yerdə işləmişdiniz, amma hərdən bir o adamlardan biri dünyasını dəyişib. Yəni, mənim tanıdığım adamların hamısı bir gündə ölsə, mənim bağrım çatlayar. Bax, çayın suyu kimidir, gölün suyu kimidir. İnsan dünyaya bir tərəfdən yavaş-yavaş gəlir, bir tərəfdən yavaş-yavaş gedir. Zahirdə bilinmir. Amma əyləşərsən, təsbihi götürərsən əlvə, bir-bir sayarsan, görərsən təsbihlər oldu. Ona görə də dünyanın adına fani deyilir. Yəni, keçicidir bu dünya, qalıcıdır. Buyurur, ey əzizim oyan, dünya fanidir, ibrət al. Kulli şeyin halikin mələkey xudadır. İbrət al. Qiyamət gününün padişahı Allahdır. Dünyada nə qədər şahlar gəldi, getdi, nə qədər şahlar gəlib gedəcək, hamısı torpaq olurlar. Qiyamətin günündə hökm Allahındır, qiyamət gününün padişahı Allahdır buyurur, ibrət al. Qafil olma, ömrüvə bu dəhridə bel bağlama, ay 100 il yaşayacağım, 200 il yaşayacağım, axır öləcəksən, onu biləsən. Nə qədər çox yaşason, bil ki, axır öləcəksən. Bu fəna dünyaya baxma, mənzülün viranədir. Adam var 2 mərtəbəli evi var, adam var 3 mərtəbəli evi var, 3-cü mərtəbəsinə liflə çıxır. Bu dünya evidir, dünya şəraitidir, ruh bədəndən çıxana qədərdir bu. Buyurur, bu fəna dünyaya baxma, mənzülün viranədir, soyuq qəbirdir sənin mənzülün. Xeyri əməl qıl axirətsin, dari bəqadır, ibrət al. Nə qədər çalışırsan, yaxşı əməllərdən elə. Əldə tuşi hazır eylə, özünə lazım olan şeyləri hazır eylə. Bu fənadır, bu səfərdir hölünak. Qıl cəhənnəmdən həzər, cənnət səfadır, ibrət al. Bir adam ölmüş adamı ki, istəyirlər evində